Zilhiccənin 8-i idi, hamı həccə gəlirdi. İmam oradan çıxırdı. Niyə? Yezid məlun xəbər göndərmişdi ki, Kəbə divarlarına yapışmış olsa belə neyiniyin? Öldürün. Ona görə o başa saldı cəmaata ki, həcc Allah evinə təvaf eləmək quru-quru fırlanmaqdır. Bir nəfər çıxdı, dedi ki, ay cəmaat, ay həcclər, quru Kəbənin başına fırlanırsınız, Kəbənin ruhu Kəbədən ayrılıb gedir. Zamanın imamını tək buraxırsınız. Amma mərifətsiz o möminlər burada, mərifəti olmayan dindarlar burada. Halbuki imam, hədis var imamdan ki, müminin qəlbi səndən şərafətlidir Kəbə. Səndən şərafətli heç nə yoxdur. Amma müminin qəlbi, müminin izzəti səndən də şərafətlidir. Bu hələ möminliyi qalsın bir qırağa. Bu Allahın hüccətidir. Peyğəmbərin balasıdır. Bunu ölümlə hədəliyirlər. Bu kişi oradan hicrət eləyir, gedir. Amma cəmaat axşır Kəbənin başına fırlanmağa. Mərifəti olmayan dindarlar.